git iş axtar özvə. Evdə heç nə yoxdur. İş olsun ki, mən də girmişdim. Nə zəlim qızı, zəlim. Hara istənətə? Yenə iş axtarmağa. Ya sən itdir. Rədd ol gəl evə. Vay, mən hara girim axı işə? Taksidə işləyim yəni. Orada qəpik quruş verirlər. Bakıda cəməli tanımıram. Bəlkə alverlə məşğul olun bazarda. Yox, nə qədər də meyvə tərəvə satır. Bizim millətləri oyuna tanıyorlar. Bəlkə TikTok'da canlı açın, hədiyyə açsınlar. Başı xarabdırsan, iki kişisən. Bu niyə belə alımda? Heç nə gəlmir əlimdən. Laştır. Səməndər, orada mənə bala gətir bir də krevetka. Zakaz çox deyə bu nə idi? Oğul, bu nə məsələdir? Burada niyə bu qədər millət var? Əmi, bütün Bakı üçün suşidən naşır. Cəmaət gəlib dadına baxma. Nə yaxşı. Gedim onda mən kuxunya. Çoxlu zakazımız olacaq. 2 dənə Filadelfiya verəs. Birində xərcəngət olmasın, 3 dənə əliqəs var. Yaxşı, yaxşı. Filadelfiya hazırdır. Allergiyası olacaq qaz apardın. Ha, pardon. Xərsəngi unutdum. Xoş gəlmişsiniz. Nə istəyirsiniz? Bizə zəhmət olmasa 2 dənə Filadelfiya verərsiniz. Birinə xərsəng əti vurmazsınız. Allergiyam var. Yaxşı. 2 dənə Filadelfiya verəs. Birində xərcəngət olmasın, 3 dənə əliqəs var. Yaxşı, yaxşı. Filadelfiya hazırdır. Çox sağ olun. Allergiyası olacaq qaz apardın. Ha, pardon. Xərsəngi unutdum. Ata? Sən allergiyası olan. Sən nə edirsən? Neyəcəm? Sən həyatı qurtardım. Yox, sən burada nə edirsən? Burada işləyirsən? Həqiqətən elə bilirsiniz ki, mən sushi power işləyirəm, sushi düzəldirəm. Yox, özümüz videonu heç çəkdik ki, axıra qədər izləyəsiniz, gəlib özünüz baxasınız dadına. Çünki əsl dadı kamera ilə göstərmək olmur.